Elvan müəllim, gəlin biraz mövzunu daha geniş tutaq. Siz cümlənin əvvəlində dediniz ki, Trumpın kifayət qədər hələ prezidentlərin indiyə qədər etmədiyi bir bəyanatları var idi. Amma əməli işdə yoxdur hələ ki. O vurğulamışdı ki, inaugurasiya mərasiminə qədər proseslər dayanacaq, Rusiya-Ukrayna müharibəsi dayanacaq, Qəzadakı proseslər həll olunacaq. Amma hələ ki olmayıb. 3 ay keçib, 3 aya yaxın bir vaxt keçib, amma olmayıb. Heç inaugurasiyaya qədər də olmadı. Və bir növ bu bəyanatların və bəyanatların təsdiqini tapmaması Trumpın reputasiyasını salmırmı sanki? Yox, bilirsiniz, məsələ ondadır ki, prezident olana qədər çox bəyanatlar verilir, çox məsələlər elə Birləşmiş Ştatların tarixində belə anlar çox olub. O seçilmək üçün istənilən bəyanat verirlər. Hətta bir günə həll edəcəyim deməklə o sıfırdan neçə faiz çox səs qazanırsa buna gedirlər. Amma seçildikdən sonra real mənzərə ilə üz-üzə qaldıqda bu başqa bir deməli həqiqətləri ortaya qoyur. Amma hiss olunur ki, Donald Trump Nobel sülh mükafatı almaq istəyir. Eyni zamanda bunu almaqla yanaşı dünya tarixinə, ABŞ tarixinə sülhpərvər prezident imicində daxil olmaq istəyir. Ona görə də mənə elə gəlir ki, onun əsas hədəflərindən biri Rusiya-Ukrayna müharibəsi, İkinci Dünya müharibəsindən sonra ən qəliz, ən mürəkkəb müharibəni həll etməkdir. Və həm də ABŞ-ın milli maraqları fonunda həll etməkdir. Və o fondakı 350 milyard deyir, Ukraynaya verilən pulların məbləği 500 milyard ifadəsi işlədir. Amma hər halda bütün bu Biden administrasiya dövründə çəkilən xərclərin hamısını almaq istəyir. Eyni zamanda paralel şəkildə o nadir torpaq metallar ki var, onlarla bağlı müqavilənin imzalanmasını istəyir. Və hətta aprel ayının əvvəlində dövlət katibinin söylədiyinə görə bu müqavilə imzalana bilər. Amma eyni zamanda başqa məlumatlara görə London, Kiyevə çox ciddi təsir göstərir ki, buna getmək olmaz. Əgər siz buna getsəniz, bu tamamilə bu Birləşmiş Ştatların artıq koloniyasına çevrilmək olacaq. Bütün sərvətlərinizi nəzarət ABŞ-ın əlində keçəcək və hətta bu baxımdan Zelenskinin bu həmin haqqında bəhs edilən müqavilənin imzalanmasını uzatmaq, yubatmaq tendensiyası müşahidə oluna bilər. Bu haqda müəyyən məlumatlar var. Ümumiyyətlə seçkilər keçirilməsi də planlaşdırılır. Mənbələr sızdırılmış informasiyanı dərc ediblər. The Economist'in verdiyi məlumatlara görə iyul ayında Birləşmiş Ştatlar maraqlıdır ki, Ukraynada prezident seçkiləri keçirilsin. Və eyni zamanda Rusiya prezidenti Vladimir Putin də belə bir təklifi oldu. Düzdür, buna Trumpın çox aqressiv qarşıladığından bağlı məlumatlar yayılıb. Amma sonraki fikirlərində aqressiyadan heç əsər əlamət olmayan bir Putinə olan ehtiramını da ifadə edib. Və belə ki, Putin söyləmişdi ki, gəlin Ukraynanın idarəçiliyini verən beynəlxalq idarəçiliyə, məsələn, BMT-nin mandatı altında, BMT-nin mandatı altında Ukrayna idarə edilsin və ölkədə prezident seçkiləri keçirilsin və sonra yeni hökumət formalaşsın. Bu ideyanı Trump biraz süngü ilə qarşılamışdı. Yəni, bu onunla bağlıdır ki, vaxtilə deməli, George Bush, oğul Bush deyirdi ki, BMT debatlar üçün klubdur. İndi də Trump deyir ki, ümumiyyətlə biz həm NATO-dan, həm də BMT-dən çıxma perspektivinə baxırıq. Yəni, bu təşkilat nəyi həll edə bilir ki, bir anlamına gələn ifadə işlədib. Yəqin ki, bu baxımdan ki, bu məsələni mən yox, ABŞ yox, gəlib BMT həll edəcək kimi yanaşmaları da qəbul etmək istəmir. Amma hər halda Trump çox istəyir ki, müharibəyə son qoyulsun. Bunda çox israrlıdır. Və mənə elə gəlir ki, hadisələn bu gedişatı göstərir ki, The Economist'də dediyimiz məlumatların sızması, iyul ayında prezident seçkilərinin keçirilməsi bu təsadüfi deyil. Ümumiyyətlə, beynəlxalq siyasətdə, böyük siyasətdə təsadüfən heç nə olmur. Sadəcə həmin vaxt, həmin məsələlər qabartılır. Olan vaxtı, məqamı o vaxtı. Bu yeni informasiya deyil. Deyirdilər ki, ilin ortasında seçkilər olacaq və Ukrayna prezidenti Amerika yönümlü bir şəxs olacaq ki, Donald Trump'ın dediklərini eləsin.